Dikkat dikkat, ehtiyatlı olun. Bir oyun bütün hayatınızı alt üst edebilir. Qanunsuz, mərz və şans oyunlarına qarşı ciddi şəkildə mübarizə tədbirləri davam edir. Kiberpolisin həyata keçirdiyi son əməliyyat zamanı Pinap, Mospet, Xbet, Faslato və digər qanunsuz onlayn mərz və şans oyunlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən 14 nəfər müəyyən edilib və barələrində qanuna uyğun tədbirlər görülüb. Və bu son əməliyyat deyil. Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz mərz və şans oyunlarına daxil olan şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Dəyərli izləyici, Daxili İşlər Nazirliyinin növbəti əməliyyatı zamanı adının mediada və televiziyalarda mənfi mənada manşet olmasını istəmirsənsə, xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən bütün mərz və şans oyunlarından uzaq durun. Qanunsuz mərz və şans oyunları vasitəsilə qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb olunur ki, bu da hesabınızdakı vəsaitlərin itirilməsi deməkdir. Ona görə də qanuna hörmət et, nə pulunu itir, nə də cərimə olun. Qanunsuz onlayn, şans və mərc oyunları təşkil etməklə yanaşı, həmin oyunlarda iştirak da məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qanunsuz şans və mərc oyununda iştirak etməyə görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və digər gəlirlər müsadirə olunmaqla 3000 manat məbləğində cərimə tətbiq edilir.